Ey gözəl insanlar, bir daha salam. 9-cu siniflər üçün short text. Belə bir mətn düşür, 3 dənə düşür. Deyək ki, biri məktubdur, biri reklamdır, biri dəvətdir və s. və ilax. İndi burada example'lar var. Topludan 9-cu sinif toplusu ilə nömrəsi olduğu kimi 1, 2, 3, 4, 5, 6 dənə burada vermişəm. 7, 8 gəlir, ta ki 15. Okay. 15 dənə option. Hamısını evdə yazarsınız. İşləyirsiniz, gəlirsiniz. Amma gəl görək bizdən nə istəyir. Məsələn, yazıb salam Jane, nətərsən, nə var, nə yox və s. İlaxır. Deməli, müraciət etdiyi şəxsin adını burada verir. Bu məktubu, bu mesajı kim yazırsa, onun da adı sonda olur. Bunu yadda saxlayın. Yaxşımı? Deməli, oxu bacarığı üzrə bir sualdır, 3 dənə sualdır, 7, 8, 9-cu suallar olur adətən. A2 adətən B1-ə yaxındır, amma tam A2 deyərdim mən. Mətnin tipi nədir? Burada dəvət var, reklam, elan var, mesaj, məktub var, e-mail göndərə bilər, yenə reklam, qısa bir not və s. Adətən dəvət, mesaj, məktub və reklam olur. Oxuma bacar, skimming, scanning, yəni bu bir var. Sürətli baxsan, bir də var ki, biraz detallı oxuyursan. Baxacaq. Deməli, sual tipimizi tanıyaq. Necə kömək eləyək sizə? Buna functional reading deyilir. Yəni, bu tip mətnlər dedik. Dəvət anlamına gələ bilər, elan verə bilər, reklam verə bilər, qısa mesaj, məktub və s. ola bilər. Bu məktubu mesajla da ata bilər, e-maillə da ata bilər, WhatsApp-la da ata bilər, TikTok'da da, Instagram'da da ata bilər. Yadıma bir şey düşdü, çox özür istəyirəm. 2 dəfə səhv eləmirəmsə imtahana düşüb bu. Hətta biri də 2017-ci ildə düşdü. Belə bir köhnə toplarda da var idi. Məktub yazıb, deyir salam filan kəs, təsəvvür edin məktub yazıb. Partiyə görə çox sağ ol, hər şey əla idi, amma sənə bir xahişim var. Bəs üzüm sizin, üzr istəyirəm, çox üzr istəyirəm, banyonuzda qalıb, türkçə deyirəm, daha mədəni çıxsın. Onu mənə göndərə bilərsən. Hörmətlə filan kəs. Ətim töküldü də. WhatsApp'ım, Instagram'ım bu tüğyan elədiyi vaxtlarda, Facebook'un olduğu vaxtlarda, zəngin olduğu bu vaxtlarda kim kimə bu şəkildə rəsmi məktub yazır? Banyonuzda üzüyüm qalıb onu göndərə bilərsən. Yəni, hər şey inkişaf edir, bizimkilərin ağıl məsələsi inkişaf eləmir. İndi burada biraz düzəldiblər bu şeyləri. O yadıma düşdü deyə deyirəm. Demək, nədir? Mətnə giriş eləyəndə, qısa mətnlər də gördünüz. Oxuyanda fikir verin. Görün sizdən nə istəyir? Görün bu dəvətdirmi, reklamdırmı? Adətən, burada yəni rəsmiyyət belədir. Dear sir or madam deyəndə bir invitation olacaq, dəvət. Join us, qoşulun bizə falan məsələn, bu reklamdır. Salam filan kəs, ha ilə başlama, bu inform, yəni qeyri-rəsmi dəvətdir. Filan kəsin pizzası, nə bilim, Vüsalın stili, Vüsalın dönəri var idi, Vüsalın stilidir. Mənə hardan izləyirdin? Neysə. Bu reklamdır, yəni hi Jane falan filan, təşəkkür də eləyə bilər və s. və ilaxır. Skim nədir, scan nədir? Ümumi, bu adətən mətnlərdə olur. Ümumi ideyanı anlamaq üçün bir ümumi göz gəzdirir. Mətnin birinci, ikinci, üçüncü cümləsi, son cümləsi, ümumi bir baxış atır. Scan da o ki, hansı bir faktı, detalı tapmaq, nə bilim, hansı bir place, yer adı, adam adı, rəqəmlər və s. Bir də var detailed comprehension var. Nəysə, çox dərinə girməyək. Burada zaten görəcəksiniz onu. Məsələn, deyək ki, it will take place at 11 a.m. Saat 11-də olacaq. O şey bilsən ki, söhbət burada 11-də olacaq. Okay. Yenə dediyimiz kimi sözlərə fikir verəcəyik. Bu da gözünüzün qabağında bir də eyni şeylər də əslində xırdalamayaq. Yəni, açar sözlərdir bunlar. Invite var, invitation var, continue registration var. Dəvətdir də, yəni special offer deyil, təklif var burada. Bilsən ki, bu reklamdır. Ümid edirəm görüşərik falan filan. Bilsən ki, bu məktubdur. Falan vaxt başlayıb bitir, bilsən ki, bu vaxtda fikir versən. Və müntəzəm praktika. Praktika eləyəndə yenə eyni ilə mətnə bax, təxmin elə gör səndən nə istəyir? Prediction.
o anlamda deyirəm. Keywordləri tapın, əsas sözləri və quickly deyir, tez bir zamanda match elə. Sinonim falan, burada çox da sinonim, yəni lazım olur, çox da belə, nə mənada sinonim? Məsələn, burada ümumi fikri tutdun, burada onun artıq sinonimi verəcək. Məsələn, deyir ki, bu nədir qardaş? Gəlin buradan başlayaq elə özümüz üçün. Deyir ki, salam filan kəs. Bu qeyri-rəsmi, informal, deyək ki, məktubdur ya da mesajdır. It was great to meet you last night. Səni görmək çox xoş idi filan yerdə. Söhbətimiz xoşuma gəldi. Burada link var. Link atır buna, website. Sənin haqqında danışdığım. Əgər hər hansı bir problemin varsa, bu link sənə kömək ola bilər. Link də budur. Okay. Ata universitetə girmək istəyirəm .com. Linkin adı budur. İndi məktubu yazan Scott'dur. Məktubu yazan həmişə adı axırda olur. Məktub kimə yazıb? Toma. Scott yazıb. Okay? Tom yazmayıb. Scott Toma link göndərir, ona kömək eləmək üçün. Budur cavab. Scott'un çətinlikləri var. Əslində çətinlik olan Tomdur. Scott təşəkkür eləyir linkə görə. Əslində Scott ona link göndərir. Tom təşəkkür eləyəcək. O da burada elə bir şey yoxdur. Tomla Scott ofisdən kənarda görüşüblər, amma ofisdə görüşüblər. Tomla Scott söhbəti xoşlamayıb. Amma deyir ki, enjoyed, xoşladım. Okay. İndi evdə neynisiz? Bunu mən dedim, yerdə qaldı 14 dənə. Bu 14 dənə evdə qəşəng işləyirsiniz. Cavab falan atmamışım. Cavablar hamısı var. 14-ündə cavabı 9-cu sinif 2025 İngilis dili test toplusunun arxasında var qardaşlar və bacılar. Oradan baxırsınız, yoxluyursunuz. Eyni ilə 11-lərə də nə atmışam, hamısı 11-in toplusunda var. Belə, ümid edirəm faydası olacaq. İşləyin, gəlin, gələn dərs görüşək, hələlik.